gözəl bir ayə, Nisə surəsi, baxın nə deyir? Yəni, həyatda sənə ayrılan payı heç kim səndən ala bilməz. Rəbbinə qarşı ümidli ol. Yoxsa onların səltənətdən bir payı mı var? Əgər belə olsaydı, insanlara zərrə qədər də bir şey verməzdilər, insanların əlində olsaydı hər şey. Yəni, həyatda hər insanın Allahın onun üçün müəyyən etdiyi bir payı var. O, bu payı əldə etmək üçün səbəblər sarılmalı, səy göstərməlidir, çalışırsan. Ötənlərə görə özünü qınama və insanların əlində olanlara göz dikmə. Allahın sənə ayırdığı paya razı ol və onu əldə etmək üçün çalış. Bil ki, səndən alınan bir şey Allahın sənin üçün daha xeyirli bir şeyi yazdığına işarədir. Bəzi insanların nəsibi, mal-dövlət, bəzilərinin evliliyi, bəzilərinin övladlar, bəzilərinin vəzifə, məqam, bəzilərinin gözəl əxlaq, bəzilərinin sağlamlıq, bəzilərinin isə gözəllik. Allah təala ruziləri bölüb. Və əmin ol ki, Allah sənə sonsuz neymətlər nəsib edib. Və bəzi şeylərdə payının olmaması sənin üçün daha xeyirlidir. Gələcəyi Allahdan başqa heç kimsə bilməz. Yəni, bir insan Allahın qismətinə və Allahın bölüşdürdüyü ruziyə razı ol qalar. Başqalarının nəsibinə həsəd aparmaz. Hər kəsin özünə aid bir payı olduğunu insan neyniyər? Bilər.